9 Mart 2025-ci ildə keçirilmiş 11-ci sinif imtahanının qrammatika suallarının izahı. 7-ci sualda uşaqlar biz for a week görürük. Burada demək biz bilirik ki, perfect zamanlar seçəcəyik və cümlənin mənasına baxanda görürük ki, burada davam edən bir hərəkət var. Onlar hələ də oxumağa davam edirlər və biz burada ing görürük. Deməli, həm ing-li, həm də perfect zaman olan burada hansı variantdır? Have been və has been. Burada cümlə mübtədamız cəm olduğuna görə my friend və his cousin 2 nəfər olduğuna görə biz burada have been olan C variantı seçəcəyik. Ondan sonra isə 8-dən mənaları ilə birləşdirməkdir. 8-ə cavab E variantıdır uşaqlar. Donate B variantına uyğun gəlir. To give something, especially money, to people in need. Deyir ki, ehtiyacı olan bir insana pul vermək, pul ilə yardım eləmək. 2 C variantıdır. To value, to think that somebody or something is important. Nəyinsə dəyərli olduğunu düşünmək. 3 isə A variantıdır. To protect somebody or something against attack. Deyir kimisə nədənsə hər hansı bir savaşdan qorumaq mənasını verir. İndi isə gəlin 9-cu suala baxaq. 9-cu sualda biz next sözünü görürük. Next sözünü görürüksə gələn deməkdir və gələcək zaman seçməliyik. Ona görə doğru cavabımız D variantı olacaq. 10-cu sualda isə biz cəm olanı seçməliyik. A variantında step addım təkdir, ona görə çıxırıq. Knowledge, bilik, sayılmayan isimli çıxırıq. C-də army, ordu, həm təkdir, həm də foot, ayaq da təkdir. 9 D variantı doğru cavabımızdır. E variantında isə person'ın tək olduğuna görə çıxırıq. 11-də isə uşaqlar biz baxacağıq. Burada heç birində artikl olmayacaq. Go to school və by bus. Ona görə doğru cavabımız E variantı olacaq. Hər də şübhəlisiz zaten by bus heç bir artikl olduğunu bilmirik. Bilirik ki, by bus artiklsız işlənir və ona görə burada doğru cavabımız E'dir. 12-yə baxırıq uşaqlar. 12-də doğru cümlə A variantındadır. Artıq demirəm, mübtəda və fəxri xəbəri qoyub tapırsınız orada. 13-cü sualda isə uşaqlar burada cavabımı bozdu. Niyə? Çünki V cəm xəbərdir. Every of-dan işlənmir. Ona görə çıxdım. Ondan sonra one of da, yəni cəm xəbər tələb eləmir özündən sonra each of-dan işlənsə də tək xəbər eləyir və burada cümlənin mənasına baxanda no uyğun gəlmir. Ona görə doğru cavabımız A variantdır uşaqlar. 14-də isə biz proud of və afraid of birləşməsini bilirik. Ona görə hər ikisi of-la işlənir. E variantıdır. 15-də isə uşaqlar yenə bu hissəyə baxırıq. Biz bilməliyik ki, köməkçi feil, mübtəda və əsas feil gəlməlidir. Bu isə 1 və 2-dədir uşaqlar. Ona görə cavabım B variantı olur. Ondan sonra 16-da isə cümlənin mənasına baxırıq. Bugün hava yaxşı idi. Biz gəzməyə getdik. Deməli, beləliklə olmalı idi. Cavab B variantı olmalıdır. Davamı part 2-də, o da kanalda olacaq indi.